Bilirsiniz ki, ərəb dilində naleyka sözündə həmin o birinci hərf nun hərfidir. N hərfi deyə bildiyimiz nun hərfidir. Üstündə bir nöqtə yazılır. Həmin nöqtə altda yazılanda bilirsiniz ki, hərf o dəqiqə avtomatik olaraq B olur. Yəni nöqtənin üstdə deyil, altda yazılması fərqli mənaya səbəb olur. Yəni naleyka yox, bəleykə. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Esselamu aleyküm ve rahmetullahi və barakatuhu. Dəyərli müsəlman bacı və qardaşlarım, yenə Elşad Mirinin xətalarından bir xətası ilə qarşınızdayıq. Elşad Miri Allahın Taha surəsi 12-ci ayəsində elə bir xəta edir ki, elə bir böyük bir yanlışlıq edir ki, bu onun küfrünə səbəb olur. Adam açıq-aydın küfr edir, başqa küfrləri kimi. Allah Taala buyurur ki, bu ayədə İnni ənə rabbuk fəxlə na'aleyk İnnəkə bil vadil müqaddəsi tuva. Bu ayədə Allah Taala Musa əleyhissalama deyir ki, həqiqətən də mən sənin Rəbbinəm, başmaqlarını çıxart, çünki sən müqəddəs Tuva vadisindəsən. Elşad Miri bu ayəni tamamilə başqa bir mənaya yozur, Allahın istədiyi mənadan çıxardır, öz ağlına uyğun bir məna verir, sanki başqa ayələrlə uyğunlaşdıraraq belə bir şey eləyir. Bu da batil bir şeydir. Rəbbimiz Allahın kəlamını öz naqis ağlına uyğun yozmasıdır. Deməli, adam cəhd eləyir, deyir ki, əl-vad kəlməsi başqa bir mənadır, əl-müqaddəs kəlməsi bir başqa bir mənadır, tuva kəlməsi başqa bir mənadır. Bunları məna olaraq yoza bilir. Yozur, başqa bir mənalar verir, tamam başqa mənalar. Bizim elədiyimiz tərcümədən tamam bir başqa məna. Lakin bu ayədə fəxlə nə'aleyk hissəsinə gəlib çatanda mənanı tapa bilmir, yoza bilmir, məcbur qalır neynəməyə? Ayədə olan hərfləri dəyişməyə. Deyir ki, Allah burada deyir ki, fəxlə nə'aleyk, bu əslində olmalıdır bə'leyk, fəxlə bə'leyk. Deməli, fəxlə nə'aleyk deyəndə məna nədir? Ayaqqabılarını, başmaqlarını çıxart deməkdir. Bu deyir ki, bə'leyk olsa nə olar ki? Və qabaqcadan da izləyicilərinə deyir ki, dəyərli izləyicilərim, gözəl insanlar, hörmətli qardaşlar, bacılar və s. Biz istədiyimiz mənanı almağımız üçün bə'leyk desək tam olur. Yəni, adam məna tapa bilmir nə'leyn kəlməsinə, deyir ki, bunu bə'leyk edə bilərik. Bə'leyk etsək, onda bizim istədiyimiz məna ortaya çıxacaq. Təsəvvür edirsiniz, adam Allahın kəlamını yozur, bir kəlmədə gəlib ilişəndə deyir ki, nə olar ki, Allahın dediyi kimi yox, mən Elşad Mirinin dediyi kimi olsun. Nə'leyk yox, bə'leyk. Nə'l sözü ayaqqabı, başmaq deməkdir. Amma bə'l sözü isə qarşı çıxan, sənə qarşı çıxan və s. mənalarındadır. Adam deyir ki, nə olar ki, Allahın nə'leyk deməsini bə'leyk etsək, dəlli müsəlmanlar, sizcə nə olar nə'leyki bə'leyk etsək, Allahın kəlamını dəyişmək sayılmaz? Əlbəttə ki, Allahın kəlamını dəyişmək sayılar. Elşad Miri öz çıxışlarında dəfələrlə deyir ki, ərəb dilində hərflər ayrı-ayrıdır. Məsələn, var sad, var sin, var fə. 3 dənə sığ hərfi var ərəblərdə. Onlardan hər birisini dəyişdirib başqasını qoysan yerinə mənada küfr edə bilərsən. Adam özü deyir ki, nunu bənlə əvəz eləsək nə olar ki? Biz cavab veririk ki, Elşad Miri, nə olar? Sənin dediyin küfür olar. Niyə görə? Çünki sən özün də etiqad edirsən ki, hərfi dəyişmək mənada küfrə gətirib çıxardar, insanı Allaha qarşı çıxardar. Yaxşı, sən bəs necə belə cürət edib nə'leyki bə'leyk edirsən? Allah Taala deyir ki, mən sənin Rəbbinəm, başmaqlarını çıxart, çünki sən müqəddəs Tuva vadisindəsən. Elşad Miri deyir ki, bu tərcümə səhvdir, nə'leyki bə'leyk etsək, bizim istədiyimiz məna olacaq. Onun da verdiyi məna nədir? Məna odur ki, şübhən olmasın ki, mən sənin Rəbbinəm, şübhən olmasın ki, mən sənin Rəbbinəm, sənə qarşı çıxan birisini öldürdüyünə görə ged onun yaxınları ilə
diyət əvəzində razılaş, yəni onlara qan bahası ver, diyət yəni qan bahası ver, bu cinayəti örtbasdır edəcək mənasındadır. Təsəvvür edin, dəyərli qardaşlar və bacılar. Bu mənanı vermək üçün Allahın ayəsində olan kəlmənin hərfini dəyişdi adam. Allahın mı sözün götürək, yoxsa Elşad Mirinin sözün? Allahın mı izahını götürək, yoxsa Elşad Mirinin izahını? Bax, dəyərli müsəlmanlar, bu insan özünə uyğun olduğuna görə Rəbbimizin kəlamını dəyişir. Biz deyəndə ki, bu insan özündən bir Quran yazır, Quran kitabı yazır, insanlar inanmır. Var Allahın kitabı Quran-ı Kərim, var Elşad Mirinin Quranı, var Allahın ayəsi fəxlə nə'leyk, var Elşadın ayəsi fəxlə bə'leyk. Kim Allahı seçsə, Allah da onu seçəcək və ona müvəffəqiyyət verəcək. Kim Elşadı seçsə, Elşad ona qiyamət günü yardım edə bilməyəcək. Çünki Allah Teala Muhammed sallallahu aleyhi ve sellemin özünə deyir ki, əgər biz səni sabit etməsəydik, az da olsa onlara meyl edərdin, sonra biz sənə 2 qat əzab verərdik. Dünyanın və axirətin əzabını. ثُمَّ لَا تَجِدُ لَكَ عَلَيْنَا نَصِيرًا. Sonra səni bizdən xilas etməsi üçün bizə qarşı bir köməkçi, özün üçün bizə qarşı bir köməkçi tapa bilməzdin. Allah Muhammed sallallahu aleyhi ve sellemə deyir ki, səni bizdən heç kəs xilas edə bilməz. Necə olur ki, dəyərli qardaşlar və bacılar, siz Elşad Miriyə inanırsınız, o sizi Allahdan xilas edə bilərmi? Bu bizim sizə olan sualımızdır. Vəlhamdülillahi Rabbil aləmin.